Salam, xoş gördük əziz tamaşaçılar. Hər kəsi salamlayıram. Bilirəm darıxmışdınız, bilirəm çox darıxmışdınız. Ona görə sizi xoş gördük. Allah hər zaman məni sizinlə birlikdə etsin. Siz mənim üçün çox dəyərlisiniz, yazdığınız gözəl mesajlar üçün, mənim üçün darıxdığınız üçün hamınızı öpürəm. Yaşlı nənələr, babalar, səs yazılarınızı duydum, baxdım, mənə göndərdikləriniz. Bircə gün belə mənsiz dayana bilmədiniz. Allah sizdən razı olsun. Allah hər kəsə can sağlığı versin. Huzur, sağlıq, gözəllik diləyirəm və Vəfa. Ay Vəfa. DNK. Bugün DNK'nın cevabı açılır. Gəlsin də, anası da gəlsin. Necə? Gəlsin də, anası da gəlsin, özü də. Anası. Böyle gəlib burada efirdə nələrdən açırdı? Ana hə? Hə. Yadımdadır, ana çox sözlər danışır. Haqqımda elə şeylər danışır. Gəlsin də, atası da, özü də. Necə? Özü gəlmək istəyir, özü də. Hə, amma sən ananı tələb eləyirsən. Hə, ana da gəlsin, oğlu da. O gəlməyəncən aça bilmərik. Yox, xoşlamam, yox. Yəni mən indi açıb desəm olmaz da. Gəlmək də istəyirlər özü, anası. Gəlsinlər. Ananın yanında çalsam bunu. Bəli, gəlsin. Çünki ana bu qadın haqqında nələr söz demədi. Bir dənə izləyək ananın o fikirlərini. Günlərdən açırdı Nail xan. Samirə. Anası məni eşidirmi? Arzu xanım, məni eşidirsiniz? Heç nə deməyin. Sadəcə nəvənizi göndərirəm yanınıza. Bir dənə onu görün. Mən sizə dedim ki, keçən dəfədə müayinə olunandan sonra görəcəm. Əgər mənə verilsə, mənim olsa mən aparıb saxlayacam o uşağı. Yox, mən bilirəm. Siz şərtiniz odur ki, uşaq sizin olarsa aparacaqsınız. Yox, o mənə niyə gəlin məndən davaya gəlir ki, sən oğlumu gizlədimsən. Mən oğlumu niyə gizlədirəm? Oğlumu gizlətsəm özüm bura gəlmərəm bugün. Oğlum bu işi onsuz da tutub. İndi Vəfa mənə deyir, günahı məndə görür. Mənsiz tutub. Oğlum bu işi mənsiz tutub. Ona bir dənə sual verir ki, keçənlər mən niyə yığıb deyirdi, mən nəvəmi görmək istəyirəm, gələcəm. Keçən il İndi niyə haçandı? gizlənib ki? Mən heç vaxt deyim, mən o uşaq doğulandan... Sizin verirsiniz sonra Firuzədən Mən dəqiqəsiz, xahiş edirəm, kamera falan getməsin ora. Arzu xanımın yanına... Uşağın şəklini tutarsa qoyublar. Yox, niyə şəklini? Əgər demirsən ki, bu uşaq qurbanındır, bu nə deməkdir? Gedib nənəsi görməlidir uşağı. Görsünlər, mən göstərmirəm, daha da istəyirəm bunlar bir yerdə Mən istəyirəm ki, sadəcə bizim əməkdaşlarımızdan biri də orada olsun, ancaq kamera getməsin. Nənə uşaqla görürsün. Onun uşağımızdan xəbəri yoxdur. Nəfər yəni yayda gəlsən gələdin ki, gəlib uşağımı görəcəm. İndi nə olub çəkib durmuş qıraqda? Niyə deyəndən, mən niyə deyəndən ki? Elçi gedib alan adam orada oturub, ged onunla danış. Kim? Mən sənə elçi gəlmişəm. Yox, axı sən oğlumla evə gətirmədi məni. Ay bala, sən oğluma Mən gələdin, mənə dedin o uşağı istəmirəm. Ged işinlə məşğul ol. Nə işinlə Uşaq məşğul mənim olsa mən aparacam uşağı. Nə? Sən uşaq verən var ki, uşaq sizin də, nə? Niyə bura çağırmısan? Nə? Sən çağırmışsan. Vəfa, məncə heç o xanımı gözləməyək, açaq bu deyin. Yox, xoşum, o gəlsin anası. Açaq biz... Yox, anası da gəlsin, haqqında danışmadı orada. Vəfa düz deyir, gəlsin. Xoşqədəm xanım demirdi, anasını Mənə oxşuyur. mikrofon verin, səsi Demirdi, gəlsin da. Hər yerdə deyirdi ki, bizimdir, falan kəsin, falan kəsin. Yəni deyirsən ki, gəlsin. Yox, özü də gəlmək istəyir, Nail xanım. Qurbandadır, qurbanın deyil. İki nəfərin arasında olan söhbətdə. Yox, özü də gəlmək istəyir, ona görə istəyirəm gəlsin, həm də o dediklərinə görə. Ana humanistlik göstərir ki, yəni mən baxaram. Hansı humanistlikdən danışırsınız? Bir uşaq mənim deyil, mənim olsa, bir qadını ki, şübhə edirsən ki, uşaq mənim oğlumdan deyilsən, o şübhəni yaradırsa, hansı humanistlikdən danışırsınız? Bu yazıq Vəfanın başına da Rasim elə gətirdi, oğlu tutub atasının əlindən gəlib ki, uşaq, o qardaşım məndəndir. Buradan qurban keçən il gəldi ki, uşaq məndəndir, mən deyirəm ki, ana çıxır ki, yox, uşaq məndəndir. Bu humanistlikdir, Nailə xanım. Mən də uşağımın adı təmizə çıxmasına görə gəlmişəm bunu eləməyə, bir də alimenti almağa. Amma məsələ ondadır ki, söhbət DNT testindən gedir. Vəfa, DNT-ni açaq. Yox, xoşlam xanım. Gəl açaq bunu, Yox, bu xoşlam məsələ. Bax, xanım. tamaşaçıda istəyirsiniz açılsın. Yox, bu gəlsinlər özləri də subut kimi də başıma dönərəm. Hamı dönərəm. deyir açılsın, neynirsən onları? Vermisən, açılsın. Gəl bax, tamaşaçılar da istəyir. Yox, xoşlam xanım. Ana, nənə gəlməsə,
Açılmasın. Neye göre? Çünkü o kadın her şeyi şüpheliyiz. Əlinizə dedi Xoşqudam xanım. Faktiki ola ola Onlar da elə deyəcəm. özünə oxşayan nəvəni Bu rədd yanlarında olsa. edirsə, Ay balay kişi, Gelsin. ay ata, bu açılsın da ne dersin? Sən onu Niye dinlemeyim mən də. mikrofonu ver, mikrofonu Bunun ver. yeri əskiydi. Açılsın bəli. Görsün diye açılsın, neyini sen bunu gözlüyün? o bizə Neyine maraqlı lazım? deyil. Qurban da Balay gəlsin. kişi de aksakal kişidir de. Bala kişi gitsin özünün problemlərini həll eləsin. Necə? Gitsin özünün problemlərini həll Bir eləsin. saniye xahiş edirəm. Ne olur, ben sizden rica Özünün ederim. Söz problemlərini həll vermeyeceğim eləsin. danış. Mən işimə Niye qarışma. açılmasın? Yox, qarışma. Qaynananın bura Mən işimə qarışma. gəlməyən nə daxili O var? gün də dedin, tərbiyə almışam. Tərbiyə alsaydın eləsən ki də evlənməzdin. Ki bizə tərbiyəsiz deyirsən. Böyüksən hörmət edirəm o tutduğun yerdə. Ne diyorum ben başa Yox, düşmüyorum. sən də Deyir elə ki, Qabahat öz xanım. problemlerini həll elə. Ben problemimi həll eləyəcəm, ondan sən arxayın ol. Sən də məndən narahat olma. Sən, o tutduğun sən yerdə. cəmaatı, Böyüksən böyüklüyü bilirsən elə. cəmaatı nə qədər incidirsən. O biri kişinin hesabına bir 10 gün. İndi də bu arvadın hesabına. Bir dənə sənin Plan kəs yerinə gəlsin. əskiydi, mən ölüm elə. Plan kəs gəlsin. Ben çox. Yani deyir ki, vaxt gedir də, DNK Yox, açılsın. xoşqıram. Uşağın atası var. Mən məsələn 3-cü aydır gəlirəm. Uşağın bura, atasının mən də anası gördüm. var. O Mənim fikir də mənə maraqlıdır. Biz Deyir ki, maraqlıdır. yani hamı deyir də, tamaşaçılar da deyir. Biz niye gözləməliyik onu? Ay Biz xoşqıram niye xanım. görə qaynananı gözləməliyik? Qaynana İndi mənim nəyimə gəlmişəm də mən. lazımdır? İndi gəlmişəm, mən gəlib o süründürmürəm. Gəlsinlər asılsın, xoşqıram xanım. Yəni qaynana gəlməyincə aça Hə, özü də bilmərəm. istəyir gəlməyi. Qaynana gəlməyincə mən bunu Yox, aça yox, bilmərəm. yox. Birdən qaynana gəlmədi. Dedi ki, mən istəmirəm. Biz gözləyəcəyik onu. Bəli. Vəssalam. İşimiz var. Bizim Vəfa ilə işimiz var. Ona görə də mən qaynanaya buradan müraciət eləyirəm ki, xahiş eləyirəm ki, gəlin bu DNK-nı açaq. Bu Rasimin məsələsi kimi olmasın. Gəlin bu DNK-nı açaq ki, biz keçək digər məsələlərə və bu arada keçən həftə 5-ci gün siz bilirsiniz ki, Hüseynlə bizim Ayşadımızın evliliyinin 1 ili tamam oldu. Düzdür, mən sonra çıxdım, getdim Türkiyəyə. Nə baş verdi, nələr oldu bilmirəm. Nələr oldu bilmirəm Ayşad, necə oldu, ürəyinizcə oldu mu? Başkənd Restoranlar qrupuna Mətanət xanım özlərinin təşəkkürümü bildirirəm. Və o gözəl bilirəm ki, hər şey əla olmuşdu. Baxaq birinci hissəyə görüm, o sujetin birinci hissəsini verin görüm. Çözülmek bilmiyor dertlerim. Çözüm nedir zaten hiç bilemem. Ne güzel her şeyimizi paylaşmışken, nasıl da bir anda beni harcadın. Aslında sen kendini harcadın. Bunun adına yürek derler, öyle bir anda silemezler. Biz burada neciz ne seversek bir defa severiz. Bunun adına yürek derler, öyle bir anda silemezler. Biz burada neciz ne seversek bir defa severiz. Ağlaşalım, sarılalım, öpüşerek koklaşalım. İkimiz de aşk sonsuz olsun aşk. Ağlaşalım, sarılalım, öpüşerek koklaşalım. İkimiz de aşk sonsuz olsun aşk. Gölgen bile yeter, hatırası bile güzel. Dokunma ağlar duygular, bölünür hep uykular. Gölgen bile yeter. Eşin misin? Yiyirəm də. Ye. Səccadım imkan vermir Ye. axı. Ay kız. Dəni dizili. Yox, sağ ol, təşəkkür. Aşkın hangi köşesi sana sitem eder? Sanma ki benden ayrılmak huzur verir.
Biliyorsun ben de sene olacaksın. İstiyorsun gözlerinden yaşarken, inan ki çok mutlu oldum. Lütfen izin vermesen bana, yalnız bana baksın. Kim duyacak beni, beni, beni? Kim sevecek beni, beni, beni? Senden başkası olmayacak. Bu zaten ebedi, belli belli. Kim duyacak beni, beni, beni? Kim sevecek beni, beni, beni? Senden Kimdir zəng edirəm? Bilmem, tanımadım nömrədir. Diktafona qoy görək. Dəhşət, dəhşət. Daha sonra nələr baş verib, əziz tamaşaçılar? Mən yox idim Azərbaycanda. Amma mənim əməkdaşlarım mənə zəng eləyib hər şeyi məlumat veribdilər. Mən bilirəm orada nələr baş veribdi. Birazdan o sujeti sizin də diqqətinizə çatdıracağım. Amma Ayşad, sən tamamilə ağ eləmisən. Xoşqədəm Yox, xanım, ağ mən eləmisən. deyil. Amma eləyənlər etmək istəyirlər. Amma düz etmirlər. Hər dəfə deyirəm, bəsdir, bəsdir. Amma buradan onlara səslənirəm. Düz etmirlər. Elədiklərinə görə də necə lazımdır cavab verəcəklər. Vaxtı var. Sən ən gözəl gündə nələr yaşanıb orada? O ikinci sujeti indi tamaşaçılar da baxanda onlar da qərar verəcəkdilər. Amma yəni bu artıq son həddir, həqiqətən. Xoşqədəm xanım, niyə ona zəng gəlməlidir? Niyə nömrəsini dəyişmir? Hər dəfə zəng eləyirlər. Biri solmazdır, biri xanımdır. Mənim niyə istəyirlər? Məqsədləri nədir? Ayşad, sən deyirsən ki, 5-ci gün buradan gedəndə onlar efirdə gördülər də canlı siz getirsiniz. Onlar bilərəkdən eləyiblər. Bəli. O restoranda o nələr idi yaşandı? Yəni indi onu tamaşaçılar birazdan izləyəcək. Hüseynə zəng gəlir, gedir çöldə danışır. Niyə çöldə danışır ki? Yanımızda danışsın da, mikrofonda danışsın da. Yəni bu Hüseyni öldürəkmi biz? Öldürək yox, nömrəsini dəyişsin. İndi şərtin nömrəni dəyişməkdirmi Ayşad? Düz deyirəm də, Xoşqədəm xanım. Düzgün olmayan adamlar zəng eləyəcəklər, ağlına gələni danışacaqlar. Yəni indi Hüseynə biz ailə dəyərlərinə hörmət eləməyən ağlına gələni danışacaq. Ailənin olduğunu bilməyən ağlına gələni danışacaq. Yəni indi Hüseyn nömrəsini mi dəyişsin? Hüseyn dəyişdi də nömrəni. Əvvəlki videoları atırlar, nə bilim nə edirlər. Mən valla bilmədim açığı kim idi. Mən yox, indi onu biz müzakirə eləyəcəyik ikinci sujetdə, amma bu nömrəni dəyişə bilərsən sən. döyüşərəm, dəyişmirəm. Dəyiş nömrəni də. Nömrə, amma bir müddətdən sonra sabah gedib nömrəni dəyişib, Xoşqədəm yox. xanım, biz subay olarkən bunun ətrafında dost dediyi şəxslər var, əslində dostu yox, düşmənləridir. Biz onların üstündə qırğınlar olurdu. Elə eləyəsən ki, mən Hüseyni artıq başqa ölkələrdə axtaracağam. Elə eləyəcəksən ki, Hüseyin bir də baxacam ki, çıxıb gedəcək. Hüseyin sağ qalsın, sonra axtarar. Başa düşmədim, neyinirəm ki o sözləri deyirsiniz? O haqqımı tələb eləyirəm də. Sizin xanımınız qəbul eləyər, gecələr zəng eləyən 3-də, 4-də, 5-də. Elmi Bey xanımı. Sən sual ver ki, onun telefonuna onun xanımı baxır mı? Sən ona sual ver. O şəraiti yaratmasın, baxılmasın da. Xeyr, əksinə, o qədər açıq bir insandır ki, pasiyentləri var, yüzlərlə onun tanışları var, zəng eləyir, amma mən bilirəm ki, o xanım heç o telefona... Ayşad, sən həddini çox aşırsan qızım, ailəni qorumaq lazımdır. Dəsələr qəbul eləyər. Şokdayım, danışmıyorum. Necə başa düşmədim? Mənə elə zəhlər gəlsə, mesajlar gəlsə, sənə heç vaxt gələ bilməz. Qadın qadındır. Qadın. O da kişidir. Qadın, bir dəqiqə. O kişidir, onun iş yoldaşı zəng eləyə bilər, tanışı zəng eləyə bilər. Amma sənin də iş yoldaşın zəng eləyə bilər. Ancaq sən durub bu nədir? Qadın deyə bilər ki, kişiyə zəng gəldisə mənə də gəl. Birinci bu sözü deməyin özü çox böyük bir ayıbdır. Çox böyük bir ayıbdır ona qızım. zəng eləyənlərə ayıb deyil. Mən niyə pis deyirlər?
deyirlər. Yaşlı başlı adamlar. Onu indi Sözlər haqqında pis şeylər danışırlar. Bir dəqiqə, Ayşad, sən də ağıllı ol, sən də ağıllı ol, susmağı bacar və qazan. O insan qazanır ki, o susmağı bacarır. Susan insan qazanır. Qısa bir aradan sonra davam edəcəyik və bu günləri Vəfanın qaynanası studiyaya gələcəkmi dostlar? DNK açılır. Qısa bir aradan sonra davam edirik.